Əziz izləyicilər, dəyərli dostlar, özünə şəxsi tikili ev axtaran müştərilər mütləq videonun sonuna qədər izləsin. Özü də mərkəzi yolun kənarındadır. Masazıda Böyük marketin 200 metrliyindədir, maksimum 250 metrliyindədir. Belə bir şəxsi tikili hazır köç şərait evi çəkib göstərirəm. Həyətyanı sahəyə gördüyünüz kimi belə bir həyətyanı sahə var. 2 maşın daxil etmək mümkündür. Evin sağına və arxasına keçid etmək mümkündür. Giriş qapısı, darvaza buradadır. Qapısının ağzına kimi asfalt yoldur. Masazıda mərkəzi yolun kənarında yerləşir. Bu hissədə sanitar qovşaq tikməyi düşünüblər. Alıcı öz işləri, bu işləri davam elətdirib, orada da sanuzel tikdirə bilər. Bütün kommunallar mövcud və daimidir, dəyərli dostlar. Evin görünüşünü gördünüz artıq. Kifayət qədər hündür rütubətdən kənar bir ərazidə yerləşir. Hazır köç yaşı evdir, şəxsi tikili evdir. Müəyyən müddət yaşayışı olmuş, tam oturuşmuş bir evdə solda yerləşir evin mətbəx sahəsi. Əvvəldən axıracan cüt kubiklə inşa olmuş yaxşı bir evdir, dəyərli dostlar. Görürsünüz, belə bir mətbəx sahəsi var, mətbəx mebeldə saxlanılıb. Sağda yerləşir, deməli, evin zal hissəsi paket kutuçalı evli dövlət ipotekasına yararlıdır. Evin ilkin qiyməti 85 min manatda, alıcılara qiymətdə endirim etmək mümkündür. Pəncərələrin dəmir çərçivələri də quraşdırılıb, hər biri. Burada yerləşir yataq otaqlarının biri, pəncərələri evin öz həyətyanı sahəsinə baxır. Haradasa 75-80 kvadrat metrlik bir evdir. Burası ümumilikdə 3-cü otaq. Masazıda Böyük marketin İrşad Elektroniksin yaxınlığındadır, dəyərli dostlar. Masazının mərkəzi sayılır. Bütün növ ictimai yaşayış obyektləri, məktəbi, bağçası hər biri piyada məsafədədir. Bu hissədən də dama çıxış qoyulub. Alıcılara müəyyən endirim nəzərdə tutulub. Bir daha qeyd edirəm, evin və torbanın çıxarışı kutuçası var. Qaz su işıq fasiləsizdir, mərkəzi kanalizasiya var. Alıcılara endirim olunacaq. Əlaqə saxlamağı unutmayın. Dövlət ipotekası almış şəxslərdə müraciət edə bilər. Sağ olun, hələlik.